Salam dostlar, günləriniz xoş keçsin. Dostlar, mən bu gözəl Bakı mənzərələrinə tamaşa eləyəndə yadıma bir İspan yazıçının ədəbiyyatla bağlı yazdığı kitabdakı bir yanaşması düşdü. Çox xoşuma gəlmişdi və o elə bil ki, ədəbiyyatın, yəni ədəbi sənətin can damarlarından birinə barmaq basırdı o düşüncə ilə. Deməli, orada deyirdi ki, orada bir cümlə var idi. Cümlə tam dəqiq yadımda deyil, məzmunu yadımdadır. Orada deyirdi ki, Byron və deyəsən Walter Scott, əgər doğru xatırlamıramsa, doğru xatırlayıramsa, Byron və Walter Scott, amma belə deyək də, məzmun bu cürdür. Müəyyən detal fərqi ola bilər. Deyir, Walter Scott və Byron dənizlərin və vadilərin gözəlliyini kəşf etmişdilər ədəbiyyatda. Amma diqqət edin dostlar. Deyirəm də, o ədəbiyyatın can damarına basır barmağı. Onlar vadilərin və dənizlərin gözəlliyini kəşf etmişdilər. Digər ədəbiyyatçılar başqa mənzərələri kəşf etmişdir ədəbiyyatda. Mən tuta bildim söhbəti. Yəni ki, ədəbiyyatçının kəşf ediləsi əbədiyyən mövzu var. Aydın oldu sizə nə demək istəyirəm dostlar. Yəni məsələn üçün bir yazıçı bu iynəyarpaqlı ağacların gözəlliyini kəşf edib məhz bunların. Məhz bunlardakı fərdiliyin gözəlliyini kəşf edibmi, müstəsnalığını eləyibmi bir yazıcı, bir sənətkar eləməlidir. O Xəzərin, bax bu mənzərə, bax buradan görünən mənzərəsini kəşf edibmi gözəlliyini, bu təbiətin, sivilizasiya və təbiətin harmoniyasını, gözəlliyini kəşf edibmi, kəşf eləməlidir. Yəni yazarlar üçün və mütəfəkkirlər üçün yer üzərində əbədiyyən mövzu var dostlar. Xüsusən yazıçılar üçün, xüsusən ədəbiyyatçılar, sənətkarlar üçün. Bunu demək istədim dostlar. Əlbəttə, bütün bunlar nədir? İnsanlar üçündür. İnsanlar üçün daxillərində möminlə, sənətkarla, filosofla, mehribanlıq duyan, doğmalıq duyan insanlar üçün, insan fərdləri üçündür bunlar hamısı. Ki, onlar bu gözəlliklərin fərqinə daha dərindən varsınlar. Hələlik dostlar, özünüzdən müayid olun.